bəzən də səbəblər aşkar olmur bizə. Yəni bu zaman güman edirik ki, plasenta yaranarkən damarlar uşaqlıq divarına invaziya edərkən orada bir yetməməzlik var və bu səbəblərdən plasenta müəyyən həftələrində qopur. Və bu kifayət qədər təhlükəli diaqnozdur və plasental qopmalar iki formada olur. Tam və yaxud da hissəvi. Tam qopmalarda plasenta tamamilə, yəni yerləşdiyi yerdən ayrılır. Hissəvi qopmalarda isə bir hissəsi ayrılır, digər hissələri isə qalır. Və plasental qopma zamanı, plasentanın ayrılması zamanı müəyyən əlamətlər var ki, onu hamilə qadınlar hiss edir və bu əlamətləri hiss edən kimi təcili şəkildə həkimə müraciət etmək lazımdır. Ən sıx rast gəlinəni qanaxmadır, yəni vaginal qanamalar və qarında kəskin ağrı. Bu iki əlamət uşaqlığın həddindən artıq gərginləşməsi və qanaxma mümkündür ki, 100% yox, bu başqa xəstəliklərdə də ola bilər, amma plasenta qopmasının mümkün olan əlamətlərindən hesab olunur. Və plasenta qopması zamanı əslində qanın xaricə gəlməyi yaxşı bir şeydir ki, bu əlamət verir. Daha pis tərəfi, variantı odur ki, plasental ayrılma zamanı, ciftin ayrılması zamanı qan daxilə toplanmış olur. Cift ilə uşaqlıq divarı arasına toplanır və orada artmağa başlayır get-gedə. Plasentanın digər hissələrini də ayırmağa başlayır və daxili qanaxma baş vermiş olur. Bu zaman hamilənin vəziyyəti kəskin pisləşə bilir, çünki gec xəbər tutur bundan və daha çox fəsadlarla müşahidə olunur. Və plasenta ayrılması həm ana üçün, həm döl üçün həyati təhlükəlidir. Bu, daxili qanaxma nəticəsində ananın şok vəziyyətinə, hemorragik şoka, böyrək yetməməzliyinə və ağır hallarda hətta ölümünə qədər gətirib çıxara bilir.